Salam. Bu videoda AI ilə daha yaxşı nəticə almaq üçün 5 sadə prompting məsləhətini göstərəcəm. Bunu texniki və çətin nümunə yox, gündəlik həyatdan çox sadə bir alış-veriş misalı ilə izah edəcəm. Təsəvvür edin ki, bir qadın həyat yoldaşını mağazaya göndərir. Əgər ona sadəcə ə, nəsə al desə, böyük ehtimalla həyat yoldaşı ya nəyisə unudacaq, ya da tam başqa bir şeylər alacaq. AI ilə də eyni vəziyyətdir. Prompt nə qədər qeyri-dəqiq olsa, cavab da o qədər qeyri-dəqiq olur. İlk prompt çox sadədir. Mənə alış-veriş siyahısını hazırla. Bu prompt işləyə bilər, amma çox zəifdir. Çünki AI bilmir neçə nəfərlik, neçə günlük, büdcə nə qədərdir, hansı yeməklər hazırlanacaq və siyahı hansı formatda olmalıdır. Ona görə də cavab çox ümumi olacaq. Birinci məsləhət, konkret olun. Sadəcə alış-veriş siyahısı hazırla demək əvəzinə 3 nəfərlik ailə üçün 3 günlük ərzaq alış-veriş siyahısı hazırla deyirik. Bu artıq daha yaxşı nəticə verir. Çünki AI bilir ki, siyahı neçə nəfər və neçə gün üçün hazırlanmalıdır. Mən bu promptları əvvəlcədən hazırlamışam vaxt itirməmək üçün və videonun altında əlavə edəcəm. İstifadə etmək istəsəniz, yoxlamaq istəsəniz, oradan götürə bilərsiniz. Növbəti məsləhətimiz ondan ibarətdir ki, AI-yə kontekst vermək lazımdır. Yəni, burada artıq AI-yə izah edirik ki, biz sadə ev yeməkləri istəyirik, səhər yeməyi, nahar, axşam yeməyi və qəlyanlıqlar da daxil olmalıdır. Gördüyünüz kimi, bu artıq daha konkret, daha detallı nəticə ala bilirik. Bundan başqa, formatı əvvəlcədən müəyyən etsək, məsələn, əgər siyahını mağazada istifadə edəcəksə, onu mağaza bölmələrinə görə qruplaşdırmaq daha rahatdır. Demək, bu promptu formalaşdırırkən formatı əvvəlcədən versək, daha yaxşı nəticə ala biləcəyik. Məsələn, meyvə-tərəvəz, süd məhsulları, ət, protein, bunları hamısını bölmələrə görə artıq bizə təqdim edir AI. Bir başqa məsləhət isə biz seçim və məhdudiyyətlər əlavə eləməliyik. Yəni, əgər bizim büdcəmiz 150 manatdırsa, bunu qeyd etmək lazımdır. Və ya hansısa bir diyeta məhdudiyyətimiz varsa, bunları hamısını qeyd etmək lazımdır. Əks halda bizə heç uyğun olmayan bir nəticə əldə etmək, yəni bir nəticə alacağıq. Burada bütün qeydlər gördüyünüz kimi artıq get-gedə bu prompt daha yaxşı vəziyyət alır. Və növbəti məsləhət isə ondan ibarətdir ki, nəticə sizi qane eləməsə, siz hər zaman yeni bir prompta əlavələr edərək nəticəni özünüzə uyğun dəyişə bilərsiniz. Məsələn, bunu daha ucuz et. Və artıq bir balaca daha cavab dəyişəcək. Və bizə uyğun, bizim istəyimizə uyğun dəyişdiriləcək. İndi isə bütün məsləhətləri bir promptda birləşdirək. Bu prompt artıq daha güclüdür. Çünki tapşırıq konkretdir, kontekst var, format əvvəlcədən deyilib, büdcə və məhdudiyyətlər verilib, gözlənilən nəticə aydın göstərilib. Belə prompt veriləndə
AI daha faydalı, daha praktik və daha dəqiq cavab verməsi, yəni şansımız artır. Yekun olaraq AI-dan yaxşı cavab almaq üçün promptu alış-veriş siyahısı kimi düşünün. Nə qədər aydın etsəniz, nəticə o qədər düzgün olacaq. Sadəcə mənə bir şey hazırla deməyin. Məqsədi, konteksti, formatı, məhdudiyyətləri və istədiyimiz nəticəni yazın. Bu qədər. Ümid edirəm faydalı oldu.